Qardaşdan yararıyam. Hamısını xoş gəlmişsiniz deyirəm. Mən də ilk dəfə bunlarla görüşürəm. Mən də Mehdiyev Ramiz Fərmanoğlu'nun bacısıyam. Bütün şəhidlərimiz Allah rəhmət eləsin, ruh şad olsun. Amin. Deyə deyirəm. Təşəkkür. Var olun. Buyur xanım. Neftçala rayonundan gəlmişəm. Qardaşım Azad Zeynalov. Neft ayırma zavodunda işləyirdi, azı neftirmişdi. Ağdərədə Gəncədən dostu olan Həmidov Həmidi xilas edərkən özü yaralı vəziyyətdə orada qalıb. Hələ də xəbər yoxdur. Şəhidi məzarsızdır. Allah ruhunu şad Allah etsin. rəhmət eləsin. Hardan gəldiyinizi deyin. Çünki dün Allah hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Tanıdırırsınız. Çox sağ olun. Təşəkkür. Dəyər verdiniz. Buyur xanım. Bütün şəhid ailələrini salamlayıram. Respublika şəhid ailələrinə sosial dəstək ictimai birliyin sədri Alma Zeynalova, şəhid xanımı, qazi müharibə veteranı, hal-hazırda zabit anası. Hər birinizə təşəkkür edirəm. Xüsusən Ziyafət xanımıza təşəkkür edirəm. Mən 30 ilə yaxındır ki, qeyri-hökumət təşkilatındayam. Uzun müddətli seçki komissiyasının sədri kimi fəaliyyət göstərirəm. Sadəcə olaraq bir məsələni vurğulamaq istəyirəm. Mən bir dəqiqədən yarım dəqiqə artıq danışa bilərəm. Çünki bu çox vacibdir, hamı bilməlidir. Şabran rayonu mənə çox doğma rayondur. Elə bu yaxınlarda Sevda ananın biz dəfnində iştirak edirəm. Ora tez-tez gəlir, hamısı tanıyır, hamısına Xavər xan başda olmaqla hər birinə təşəkkür edirəm. Sadəcə olaraq düz deyirsiniz, 92-də unudulmaq deməyək, unudulmayıblar. Sadəcə olaraq çoxanın çox gözəl olmadı ki, biraz avra qısıldılar. Belə şeylər, amma sonra baxdıq ki, artıq bunlar səsini çıxartmadıqca, bunlar abralarına sığınıb, sakit dayandıqca başqaları artıq mənməlidir. Şəxsən mən 32 ildir şəhid ailəsi adını daşıyıram, yoldaşım böyük bir döyüş yolu keçirir, amma mən hələ bu günə qədər onun tədbirini keçirtmirəm. Niyə? Hər dəfə elində deyirəm, yiyələr birdən təşkilatdadır, ona görə edilir. Belə saxlamışam. Amma bu o deyil, xanımlar. 92 ən ağır vaxtdır, ən ağır döyüş keçir 92 illərdə. Çünki onlar bir tüfəngi bir əlinə ötürüblər. 44-də sağ olsun dövlət başçısı, dəstək olanlardır, onlarla o qədər texnika inkişaf edərik ki, hər tərəfli onlara dəstək oldu və onlara şəhid olanların hər birisinin qarşısında baş şəhəri, hər bir analarına, bacılarına, sizlərə Allahdan səbir diliyirik. Sadəcə olaraq Ziyafət xanım, bunu siz çalışın ki, mən sizi təzə tanıdım, haqqınızda eşitmişdim, Xavər xanım sağ olsun. Hər bir bacı var, bir qrup belə yaradırsa, bir təşkilat olaraq bir yaradırsa, hamı ona müraciət edir. Biri var Respublikada bir nəfərlə işləyəsə, yəni işləyən də azdır da bilirsiniz.